İyunun 21-də Nizami rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılan Toluş Sadıq qəzetinin baş redaktoru Hilal Məmmədovun evində ikinci dəfə axtarış aparılıb. Təxminən 3 saat davam edən axtarış zamanı baş redaktorun yaşadığı mənzildən kompüter, disk və videokasetlər götürülüb. Hilal Məmmədovun vəkili Anar Qasımov Obyektiv TV-yə bildirib ki, axtarış qanun pozuntuları ilə müşahidə olunub. Axtarış aparıldığı evdə qərar qəbul olunmuşdu ki, məhkəmə tərəfindən qərar var idi. Bu qərara görə güya əməliyyat məlumatı var ki, Hilal Məmmədovun üzərindən və evindən aşkar olunan o narkotik vasitələrin mənbəyi barədə məlumatlar var evdəki elektron daşıyıcılarda və ona görə gəlib axtarış keçirdilər. Evdən kompüter, yəni notebook, video kasetlər, DVD və CD disklər götürüldü. Bu axtarış bir çox pozuntularla yadda qaldı. Əvvəla Ramiz Məmmədov, Hilal Məmmədovun yeni vəkilidir. Onun iştirakına müdaxilə olundu. Yəni, baxmayaraq ki, o bugün səhər saatlarında orderini müstəntiqə təqdim edibdir, onun iştirakına imkan verilmədi. Yəni, bu da bir müdafiə hüququnun pozuntusudur. Bundan başqa məhkəmənin qərarında götürmə barədə hər hansısa bir qərar olmadığı halda, yəni yalnız axtarış olmasına baxmayaraq, onlar məhkəmənin qərarına uyğun olmayaraq həmin əşyaları da götürürlər. Və bizə həmin məhkəmənin qərarında yazılmışdı ki, 3 ay, daha doğrusu 3 gün müddətində biz bu qərardan şikayət verə bilərik. Biz istədik ki, bu qərardan şikayət vermək niyyətimizi bildirdik və xahiş elədik ki, axtarış təxirə salınsın. Biz bu qərardan şikayət verək, hüququmuza həyata keçirək, buna da imkan vermədilər. Xatırladaq ki, Hilal Məmmədov barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama maddəsi ilə cinayət işi açılır. 33,74 qram heroini əldə edib saxlamaqda ittiham edilən jurnalist saxlandığı gün polis onun evində axtarış aparıb və köynəyinin cibindən narkotik maddə tapıldığı bildirilib. İyunun 22-sində Nizami rayon məhkəməsi Toluş Sadıq qəzetinin baş redaktoru, sosial şəbəkələrdə geniş yayılmış "Tık-to tako, davay da svidaniya" videoçarxının müəllifi, Rusiyanın NTV telekanalının Astarada çəkiliş aparan əməkdaşlarına bələdçilik etmiş Hilal Məmmədov barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib. Hilal Məmmədov istintaqa ifadəsində narkotik istifadəçisi olmadığını və həbsinin hüquq müdafiəçisi və jurnalist kimi ictimai siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirib.